Tak, deməli, bizim backlogumuzda ümumiyyətcə belə deyək də, share, screen share. Tak, Zustand. Zustand ümumiyyətcə bizə nəyə görə lazımdır? Zustandı biz hansı hallarda istifadə eləyəcəyik? Bizim Zustandımız eyni kontekst tipində işləyir. Kontekstdə biz nə edirik? Kontekstdə biz nə edirik? Rüfət, bir dənə mənə xahiş edirəm, yadıma sal ki, mənim yadımdan çıxıb. Kontekstdə biz, məsəl üçün, komponentdən komponentə məlumat ötürürük. Bu dəfələr təkrarlandıqda biz gəlib həmin məlumatları kontekstdə saxlayırıq, oradan ötürürük digər komponentlərə. Məsəl üçün, kiçik komponentdən böyük komponentə məlumat ötürəcəm. Bunu etmək mümkündür propsdan ötürmək, amma daha clean kod gəlib bir kontekstdə saxlayırıq, oradan göndəririk məlumatları. Yəni oradan hər yerə əl çatandır. Əhsən, tamamilə doğrudur. Zustandda necə ki Redux, Zustand, Redux bunlar hamısı eyni şeydir. Sadəcə orada bir balaca sintaks fərqləri var. Yəni ki, ən müasiri Zustanddır. Mən də tövsiyə edirəm ki, bütün tələbələrimə hələ birbaşa Zustandla başlasınlar. Çünki Zustandla bacarsalar, yəni Zustand belə deyək də Redux'ın light versiyasıdır. Zustanddır, Redux'dır, eyni şeylərdir. Yəni ki, bunlar eyni məntiqi yerinə yetirirlər. Zustandın kitabxanası. Zustand. Tak, bu da bizim Zustandımız. Bunun sənə elə buradan birbaşa kitabxanasını da atıram. Zustand bir state management'tir. State management, burada dediyim kimi təsəvvür elə ki, bizim 3 sütunlu bir Kanban lövhəmiz var. Elə bu da Todoist'in bir belə deyək də şeydir. Burada backlog, in progress, done. Tapşırıq əlavə etmək, add task, tapşırığı pozmaq, delete task, tapşırığın sütununu dəyişmək, move task, ən vacib hissə, bütün bunları versus middleware, local storage saxlamaq. Tak, store təyin edirik, filan fəs məkan. İndi bəs bunları biz hamısını birbaşa başlayacaq işlətməyə. Bundan əvvəl, misal üçün, bax, gördüyün kimi bizdə bax, belə bir şey var da. Gəl, bu cür bir counter quraq. Əvvəl normalda biz belə bir counter yaratmaq üçün biz nə edirdik? Belə bir counter yaratmaq. Ümumiyyətcə, bizim belə bir counterlərimiz mən bildiyim qədərilə layihədə mövcuddur. Tak. Localhost neçə idi? 5173. Demo with hardasa var idi. Yadıma gəlir. Increment. Okey. İndi burada about'un içində bizdə nəsə var. Bu nədir ümumiyyətcə belə? Data loading, use store falan fəsməkə. Bu məndə niyə qırılır ki? Tak. Kontakta məndə bu niyə qırılır ki? No query set, use query. Tak. Query provider. Və üstəlik də ki, bunu da yadımıza salaq ki, temp provider və app'in içində məndə router provider var. Router providerdəki root layout, out layout. Mən bu kontekstdə temp providerdə bunu wrap eləyirdim. Wrap eləyirdim ki, məndə bu temp provider, temp provider JSX. Tak, temp provider, temp context, bəli. Mən bunu kontekstdə bunu bağlayırdım. Mən kontekst mənim layihəmdə işləməsi üçün, mən bunu bu cürünü bütün layihəni wrap eləyirdim də, haradadır bu main. Wrap eləyirdim bu kontekstin içinə.
Artıq mən bundan da azad olacağam. Mən bundan da azad olacağam. Tak, bir dənə burada use query, use users, nə bilim nə bu mənə nəyə görə burada şey deyir ki, mən ondan use construct query. Bunu hər halda biz belə eləməliyik. Bunu isə belə eləməliyik. Belə. Data users query function. Bunu bağlamalıyım. Hər halda use query mənə hardan gəlir? Okay. Use users. Biz use users'ı hardan istifadə edirdik ki? Use users. Burada mən o yadımdan çıxma. Hə, biz burada edirdik. Sonra hər yerdə çağırırdıq. Düzdür onda. Heç bu mənə burada lazım deyil. Bu mənə kifayətdir. Use users. Bu da mənə lazım deyil. Tak, nə qaldı burada? Bu məndə indi niyə qırılır ki? Tak, query use nəysə, nədənsə bəlkə əvvəl mən eləmişəm. Counter falan fəs məkan. Tak. Tak, yaxşı, bu nə çox vaxt şey eləməyək, həsr eləməyək buna. Buna deyim ki, bu burada no query client set kontaktın içində bunu bura atın, qoy yoxlasın, baxaq görə nə deyib bizə ümumiyyətcə bu. Biz bunu keçən səfər wrap eləməmişdik ki, bunun içində. Yox, bu yox idi. Bu yox idi, hə? Tak, yaxşı, biz bunu burada da wrap eləyə bilərik. Bu sen provider'ın içində də wrap eləyərik. Belə query client işlədəndə biz query client'ı app'i daha doğrusu bunun içində wrap eləməliyik. Və bu da bunun mənfi cəhətləridir. O qədər Next.js-lə işləmişəm ki, bunların hamısını unutmuşam mən. Tak. Çünki Next.js-də bunların heç birisinə ehtiyac qalmır. Tak, yaxşı, deyək ki, bizdə burada belə bir kontakt var və bizim burada da bir counterimiz var, gördüyün kimi. Burada da counterimiz var. Counter result, toggle team. Tak, burada counter'ın məndə nə inirdi? Set dart toggle team. Hə, okey, yaxşı, burada belə edirdi. Burada increment edirdi və bu increment eləmək üçün də about'un içində. About'un içində bunu increment eləmək üçün. Bunu increment eləmək üçün mən nə edirdim? Mənim bir dənə counter'ım var idi, düzdürmü? Set state, handle increment deyək ki, handle increment eləyəndə, incrementin üstünə basanda hər dəfə bu artırdı. Burada bir dənəsini də yaradım və buna deyim ki, handle decrement olsun. Decrement və burada da olsun decrement. Gedirəm burada handle decrement yaradıram, yəni eyni şey yaradıram. Burada -1. Burada da handle decrement olacaq sadəcə olaraq. Yəni bu azaldacaq, bu çoxaldacaq. Okey. İndi mən əgər eyni counter'ı, eyni bax bunun bir dənəsində yaratmaq istəyirəm kontaktda. Düzdürmü? Mənim, yəni ki,
eləyə biləcəyim nədir səncə? Yəni ki, bir variant olaraq, yəni bu gün kimi keçdiyimizi Daha elementar nəzərə səviyyə gəlib təzədən həmin yerdə belə bir şey yaratmaqdır mənim düşüncə. aha. Amma Gəl daha yaxşı. biraz üstün səviyyə Element isə bunu bir dəfə yaradıb başqa yerlərə çağırıb istifadə eləmək. əla. Gəl hər iki variantı biz yoxlayaq. Mən səndən tam olaraq razıyam. Tak, bunu hələ ki mən özdə çəkirəm belə yuxarı, okey. Elementary səviyyədən başlayaq. Elə bunu belə götürək və bunu da belə götürək. Okey. Ctrl C, gətirim bunu logindir, filandır, budur. Buraya kontakt səhifəsinə. Bura, 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 bu da lazımdır. Heç bu da lazımdır. Kontakt səhifəsini açıram. Elə sən demişkən bunu burada bir dənə belə bir state yaradıram buna. Bunları da buradan götürürəm. Atıram elə bax bura. Counter'dan elə kontaktdan bax bura. Lap yuxarı. Button'ı da deyək ki, mən button'ı çəkdim. Mən bir dənə common button'ım var. Əla. Use statements not defined. React-dan da bunu çəkirik. Okay. So, increment'im var. Increment burada artır. Mən kontakt səhifəsindəyim də buradayım. Düzdürmü? Buradan azalır. Keçirəm about-a. Yəni burada 6 eləmişəm də. Gəlirəm bura, burada 1-dir. Yaxşı. Buradan da artıram, edirəm 10. Gəlirəm bura, burada təzədən 1-dir. Yaxşı, qaydıram ki, 10 da getdi buradan. Həm oradan getdi, həm buradan getdi. Düzdürmü? Problem var. Yaxşı, onda keçək ikinci sən deyən formaya. Bu counter deyil, bu əslində termdir, nəysə. İndi adlandırmada hardasa səhvlərə yol vermişik. Count olsun. TSX. Burada deyirəm export default function. Bizi TypeScript Burada ya istəmir yəni. TSX eləmişəm yəni. Tak. Const count burada deyirəm ki, buna hətta bax belə bu formada burada olacaq bax belə bir buttonlar, button gələcək buttondan, use state gələcək nə bilim React-dan, handle increment, handle decrement. Hoşum, bunlar hamısını belə yazdıq. Okey. Count'u götürürəm, bu counter'ın əvəzinə, daha doğrusu bunu yox, bu kontakta bunların hamısını pozuram. Okey. Elə bunları da pozuram, bunlar artıq mənə lazımdır. Bir dənə burada count çağırıram. Count gəldi. Okey, yaxşı. Bu da mənə əlavə artıq heç nə lazımdır. Elə burada da həmən qaydada onu da eləyirəm. Sən dediyin səviyyədə, sən dediyin formada. Burada bir dənə count çağırdım. Burada bir dənə count çağırdım. Tak, indi yenə də həmən yerlərdə countlarım qalıb. Gördüyün kimi reload atdım buna. Count'un status 0'dır, increment eləyirəm, qalxdı. About səhifəsindəyəm. Decrement edirəm, saxlayıram 9-da. Gedirəm kontakta, yenə də 0. Ayda, bu mənə 9 lazım idi axı. Bu məndə single page application'dır axı. Single page application arasında mən buradan bura dəyişəndə bu datalar nə tərsə qalmalıdır, amma heç nə qalmır. Səncə nəyə görə bu baş verir? Lokal storage-ə vurulmayıb yəni. Lokal storage. Mən indi bütün ən azı xırda bir dənə hansısa şey eləyirəmsə, mən onu gələ lokal storage-da saxlayayım. React amma belə eləməyəcək yəni birdən. Burada artıq yəni Zustandan istifadə edəcəyik. Bilər. Bir engineer solution istəyirəm səndən.
ağlıma gəlmir. Okey. Yaxşı. Deyək ki, hə, okey, biz ZUS-dan istifadə edə bilərik burada. ZUS-dan istifadə eləmək üçün ümumiyyətlə ZUS-dan bizdə istifadə üçün əslində kontekstdən istifadə edə bilərdik. Yəni bu bildiyim bir mövzulardan biridir. Və deyək ki, mən burada bir dənə yaradıram nə? Mən burada yaradıram, bax belə bir use counter.js və yaradacağım burada Ctrl install ZUSstand. ZUStand'ı yükləyirəm ilk öncə layihəmə. Okey. Əla. Deməli, dedim import create from ZUStand. ZUStand create metodundan istifadə edərək bir global state yaradır bizim layihələrimizdə. Bir global state yaradır. Və bu global state istifadə eləmək üçün yazıram ki, bura export const use counter. Use counter. Niyə görə use counter? Ümumiyyətcə bizim bir belə deyək də yazılmamış bir qayda var ki, əgər biz bir hook yaradırıqsa, onun adını 100% use-la qoyur. Çünki hər yerdə biz use eləyəcəyik. Hər bir komponentlər reusable olduğuna görə onun adını use-la başlayıb qoyuruq. Bu bizdə hooklardır. Deməli, burada buna deyirəm ki, create. Create, yəni ki, necə ki mən adi komponentlərdə state ilə yaradırdımsa, use state. Mən globalı yaratmaq üçün bu mənim ZUStand'dan verdiyin hazır bir metoddur. Okay, create və onun setlərindən getdirləri var. Mən deyirəm set bərabərdir nəyə? Mənim nəyim var burada? Mənim var count'um, count. Və count məndə başlayır sıfırdan. Okay. Daha sonra mənim iki dənə funksiyam var. Increment. Increment neyini? Increment. Increment mənim hazırda olan set yəni ki, bax bu countla nəsə eləyəcəm. Və mənim state'imdə hazırda olan bax bu count'u mən götürürəm və ona bir dənəsini əlavə edirəm. Bu məndə increment. Və bir də ki var məndə decrement. Okey. Deməli, bu əlavə eləyəcək, bu azaldacaq, bu azaldacaq. Tak, bu məndə nəyə şey deyir, şikayətlənir. Mən burada sintaksdə hardasa şey eləmişəm. Tak, ZUStand'ın deyək ki, hər şey düz eləmişəm də use store, increment, set state, nə bilim nə. Ola bilsin ki, bunları belə mötərəzənin içinə salmamışam, amma o global bir şey deyir. Yəni bunu belə kopyalayayım, bunu belə bura past, tak, export use counter. Tak, increment. Tak və decrement. Okey. State müstəqil. Əla. İndi mən götürürəm. Bax bu kontaktda. Bax bunun əvəzinə. Hardaydı o məndə? Tak. Count, hə. İndi mən bu count'ı lap burada da götürə bilərəm. Lap deyirəm ki, yox. Mən deyirəm ki, burada. Məndə var artıq mən burada destrukturizasiya ilə istifadə edirəm. Destrukturizasiya bilirsən nə idi? Rüfət. Destruction, hə, məsəl üçün
belə deyim, user email, user ID, username məsəl üçün gətirirsən, onun sağına Aha. user.email, user.username yazsansa, onların hamısını bir dənə user'a bərabər edirsən, gəlib email, username, adres yazanda artıq məsələn hamısı user'a aiddir də, qısa versiyası işimizi asanlaşdırır. Bəli. Misal üçün mənim burada bir dənə obyektim var sən demişkən. Const user bərabərdir bir obyekt. Name filan fəs məkan. Mən burada müraciət edərək deyə bilərəm ki, Hər dəfə const misal user.name üçün falan bəli. yazmaqdansa belə Hamısı yazanda bəli, deyim. user name falan yazmaqdansa bəli, tamamilə doğrudur. Mən bunları belə destruct edirəm. Və bu da eyni qaydada. Mənim use counter'ım nə komponenti idi? Bunun içində nə var idi? Count, increment, decrement. Düzdürmü? Bəli. Və mən də bunu burada destruct edirəm. Götürürəm count, increment, decrement. Və bunlara nə deyirəm? Burada indi məndə burada belə bir counter vardı. Bunu hər iki şey edirəm, bağlayıram. Deyirəm ki, bir dənə buttonum var mənim. Button on click increment, count, on click decrement. Tak, button'ı mən bura çəkirəm, qoyuram. Və increment, decrement. Gedirəm, yoxlayıram demo white. Tak, və bu məndə kontaktdaydı da, düzdürmü? Kontaktda. Tak, increment var, decrement var. Gedirəm ora, qayıdıram bura. Bu, burada 4 qaldı. Nə qəşəng, nə gözəl. Gedirəm, qayıdıram. Bura gedirəm, artırıram. 5 edirəm də. Bura qayıdıram, burada 4 qalıb. Burada qayıdıram, təzən sıfırlanır. Niyə? Çünki məndə artıq bax bu state artıq global state'dir. O vaxta kimi yaşayır ki, mən bunu reload edəcəm. Okay? Mən bunu reload eləsəm, bu reload olunanda qayıdır. Bax buna, count 1-ə. Hansı ki mən burada eləmişəm. Yəni, mən burada təyin eləmişəm daha doğrusu. Gördünmü? Bu qədər rahat. İndi mən götürürəm, bax bu count da bunların əvəzinə yazıram ki, const use counter'dan get bunu gətir. Və burada deyirəm increment, burada da deyirəm decrement. Всё. State mənə lazım deyil artıq. Yəni, o boyda handle, increment, decrement biz bir sətrin içində burada belə bu formada yazdıq. Heç bunları da deyirəm ki, artıq mən burada istəmirəm. Lap qalsın. Lap qalsın. Bax, burada mən ərlə yazmışam, ərlə çəkmişəm, ərlə şey eləmişəm də. Count. Düzdürmü? Əllə burada çəkmişəm, increment-i, decrement-i və burada buttonları burada yazmışam. About da isə ancaq məndə count-dur. Yəni, heç yerdə mən əllə yazıb eləməmişəm. Düzdürmü? Kontaktda increment eləyirəm. Okey, bunlar artır. Burada da artdı. Eyni state burada gəldi. Yəni ki, bir şey orada artırıramsa, burada da eyni şey gəlib mənə burada görsənilir. Tamam? Bura Tamam. kimi suallar var. Bir dənə kod hissəsinə keçə bilərik. Orada Bəli. Hansında? axır 1-2 dəqiqə niyə bir dənə onu tam tutmadım? Nəyi? Axırıncı o 1 dəqiqə nəsə elədiniz, onu tam tutmadım. Axırıncı bir dəqiqə contact return buranı yoxsa hardadır? Birincidə elədiyi qalırdı, amma ikincidə qalmırdı. Sonra gəldi ikinci ilə nəsə elədiniz. Orada bir dənə. Aa, Hə. count-dur. Burada eyni count-dur. Sadəcə olaraq. Mən bunu common component elədim. Hə, gəldim bayaqki qlobalda yaratdığım gəldim burada da çağırdım. Bəli, count-u da sonra burada çağırdım. Count-u da burada çağırdım. İndi bu boyda şeyin əvəzinə, yəni ki, bax bu boyda counter'ın əvəzinə, bunun əvəzinə bir dənə count çağıracağım hər yerdə. Count çağıracağım. Okay, count çağırıram. Heç bu boyda bu komponentlər falanlar mənə lazım olmur artıq. Bu da mənim use counter'ımdır. Bu da mənim count komponentidir. Burada da count'dır. Burada da count'dır. Okay. Burada da count'dır. Bu use counter'ımızdır.
Bu da onun komponentidir. Hər yerdə eyni işləyir. Burada da eyni işləyir. Hara qoysa, hara aparıb qoysa hər yerdə eyni işləyəcək. Aydın. İndi bunun əsnasında mən istəyirəm biz artıq to-do listi başlayaq yaratmağa. To-do listi başlayaq yaratmağa və mən səninlə bu günləri to-do listin create metodunu yaradacağım. Create metodunu yaradacağım. Sən də çalışarsan yaratmağa, misal üçün ya delete-i ya da ki update-i. Ən azından update-i. Tak. Значит, və istifadə edəcək hələ Zustan'dır. Çünki Zustan rahatdır. Lazım olsa sonra Redux'dan da biraz üstündən keçelim. Tak. Və bunun üçün. Deməli, React-ı mən belə yaxşı götürsəm də ümumiyyətlə biraz praktikanı çoxaltsam. Next-ə rahat gələr hə mənə. Çünki struktur eynidir də, bəli, bəzi bəli, dəyişir. bəli, 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 bəli. Tak. Deməli, tak. 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 Və gəl belə bir şey yaradaq da biz. Tak, gəl belə bir store yaradaq bunun üçün. Store'da buna bir store deyirik. Nəyə görə store deyirik? Ona görə store deyirik ki, deməli, yəni ki, bir market kimi də düşün günə buranı. Yəni burada hamısı yüklənib burada qalacaq. Tak, və store'da mən yazıram, sən də bax. Nə sualın olsa sразу ver, yaxşı? Oldu. Tak. Və burada məndə var tasks. Mən burada counter'ı eləmişdim 1. Yəni ki, bu bir default
Task number. çoxlu məlumat gələcək array qoyuruq. Bəli, və burada tamamilə doğrudur. Bizdə burada tasklar olacaq. Default task olacaq, nə bilim. Bir dənə task, sonra 2 dənə task, 3 dənə task və bunlar hamısını mən necə saxlamalıyım məlumat növü olaraq? Mən bunu ancaq bax belə bu formada saxlaya bilərəm. Okay? String olaraq bu array-in içində mən bunları dolduracağam. Və mən bura deyirəm ki, misal üçün add task. Hələ ki add-dan başlayaq. Və add-dan başlayanda task bərabərdir nəyə? Set. Set bizdən nə idi? Setdir idi. Yəni ki, mən buradan bir state götürürəm. Və bu state'ə deyirəm ki, mənim olan taskları götür. Mən də necə götürürəm? Bax, belə bir spread operatoru. Spread operatoru nə edirdi? Bax, bunlar hamısını, bəli, hamısını kopyalayırdı, gətirirdi, bax, bura. State, tasks. Yəni, mən bunun kopyasını çıxartdım və bunun arxasına mən əlavə elədiyim taskı əlavə elədim. Всё. Ümumiyyətlə bu kopyalamağın 3 yolu var idi, məsələn, arrayləri. Bəli. Biri split operatoru, biri slice-la, biri də structured clone deyəsən olmalıdır. Structured clone, hətta sən o qədər yaxşı JavaScript-i bilirsən, hə, demək istəyirsən. Yox, o qədər Structured clone biraz dərin mövzudur. Structured clone sən yəni ki, gedib o həmən belə deyək də həmən array'in kopyasını yaradırsan və onu, yəni ki, array özü olaraq type of array objectdir. Objektdə linklə bağlanan, yəni ki, belə deyək də, bir-birinə bağlanan, yəni dərin kopya yaratmaq olmur da. Amma structured clone dərin kopya yaradan bir belə deyək də kopyanın növüdür. Belə. Və spread operatoru, yəni structured clone okey, yəni ki, bu hamısı da terminologiyadır, açığın deyim. Təcrübədə, yəni ki, sən bir dəfə, 2 dəfə onu hardasa görərsən, görmərsən, bəli. Amma spread operatoru, sonra slice hardansa hara kimi. Slice-la splice-ın arasında fərq nədir? Slice nə isə seçib götürmək üçündür. Splice-la həm götürüb, həm dəyişib, həm də əlavə edə bilirik. Hə, okey. Hansı mutateddir, hansı mutated deyil? Mutated. Aha. Mutated ümumiyyətlə belə nə deyir ki? Mutated. Deməli, arraylərin metodların bir neçə növləri var. Biri var mutated, biri var mutated olmayan. Mutated olmayan odur ki, misal üçün, for each. Mən götürürəm də hər hansısa bir array-i və hər hansısa array-i nəsə dəyişiklik eləyirəm və sonra həmən array-i qaytarıram. Yəni ki, mən bunu mutasiya elədim. Bu array dəyişdim və səni qaytardım. Bəli, və mutated etməyən, misal üçün, for each ilə map'in arasında fərq nədir? For each ilə map, for each ilə fırlanırsan, cavabı yeni bir array-yə push eləyirsən, məsəl üçün. Map isə özü yeni bir array-də qaytarır cavabı, performans daha da artır. Bəli, və bu da hələ sənin sualının cavabı. Onda splice mutateddir, splice, çünki dəyişib eləyə bilirik də, məsəl üçün, əlavə edirik, dəyişirik, silirik. Amma slice-la yalnız götürə bilirik, bu unmutated olur onda. Bəli, slice-la mən sadəcə bir hissəni götürürəm və yeni array-də sənin nəticəni qaytarıram. Yəni ki, for each sənin nəticəni həmən array-də qaytarır. Və yaxud da sən bir dənə yeni array yaradıb və for each ilə onu pushlamalısan. Map isə sənə lazım olan əməliyyatı yerinə yetirəndən sonra artıq səni yeni array qaytarır. Okey? Aydın. Əla, super, əhsən.
Və gedirik misal üçün bir dənə to-do app yaratmağa. To-do page. Burada komponentlərin içində bir dənə yaradıram. To-do TS6 yazacaqdım. Var JS6. Tak. Export default to-do olsun. Burada da return edecek nə bir JS6. Return edəcək bir JS6. Əslində burada Tailwind Mail'in işlətmək olar. Məsələ indi bu deyil. Məsələ indi bu deyil. Və mən buradan götürürəm nə? Mən buradan götürürəm nəyi? Və deyirəm ki, misal üçün də mən buradan götürürəm const task add task. Okay. Add tasksli. Okay. Hələ bax bu özüdür ki var. Input value. Sadəcə bizə bir dənə state yaratmaq lazımdır. Input və state input value və handle add task eləməliyəm mən əslində. Add task input value və burada da bunun əvəzinə mən deyirəm ki, handle add task. Okay. İndi bunun üçün bir UI falan yaradarıq, o problem deyil. Hələ ki mən routa gəlim və burada deyəcəm ki, burada to-do-da aç mənə to-do-nu da mənə gətir hardan? Komponent to-do-dan. Komponent to-do-dan. Və burada to-do məndə yoxdur. Navbarım mənim hardadır? Navbarım mənim. Ay navbarım mənim. Tak və mən deyirəm ki, bir dənə də olsun to-do. To-do da atacaq məni to-doya. Yəni bax burada. Link to-do. Əla, çox sağ ol. To-do'yu mənə at ginan. Okay, add task. Bura nəsə yazıram, add edirəm. Heç nə də məndə olmur. Çünki mən burada nəyəsə göstərməliyəm də. Taskları mən burada göstərməliyəm. Tak, button handle task. Hə, bu burada mənə əslində gəlməli idi. Add task input value, input. Bax burada value-ni mən götürürəm. On change. Set input value. Heç mən belə əslində eləmək istəmirdim. Yaxşı olsun hələ ki belə. Yəni indi onu React hook formla onsuz da yazacağıq. İndi hələ ki belə yazmağımıza baxmayın. Tak, bura nəsə yazıram, add, bu gəldi. Yazıram, add gəldi. Yazıram, add gəldi. Yazıram, add gəldi. Gedirəm ora qayıdıram to-do'ya. Bunlar hələ ki hamısı buradadır. Amma reload eləsəm hamısı qaçdı getdi. 1, 2, 3, 4. Okay. Burada deyirəm ki, to-do üçün məndə bir dənə to-do.css olsun. Import to-do CSS. Import to-do CSS və burada çox özümü yormadan deyirəm ki, to-do və to-do CSS create minimalistic styles for to-do list. Don't change the logic of to-do list. Hadi bir oğlum. Yaxşı ki bu şey var. Bizi əlavə şey yazmaqdan tak, keep, okay. Nəsə əlavə elədik, dəyişdi. Əla, əhsən, super, bomba kimi. Mən
Qane eləyir. Məni qane eləyir. Məni qane eləyir. Deməli, məndə handle at task var. Yaxşı. İndi sən mənə denən, səncə. Bax, mən burada remove task'ı nətər yazmalıyam? Delete task. Delete taskı yazmaq üçün gəlib Aha. həmin linin sağ hissəsinə bir dənə delete button əlavə eləməliyəm birincisi. Tak. Ə, Aha. Daha sonra button-a klik eləyəndə button nöqtə Yox, oranı bildim. Bax, bu şeyin içində, bax bunun içində. Bax, bu mən add task şeyini yazdım. burada yazmalıyam. Okay. Burada yazdım. İndi mən istəyirəm ki, elə bir sən funksiya mənə deyəsən ki, yəni ki, kod hissəni ki, o onu gedib, yəni ki, ən azından beynində bir məntiq düşün, fikirləş, qur de. Hətta belə eləyək. Sən bunu düşünüb fikirləşənə qədər mən gedim özümə bir dənə su süzüm, qayıdıb gəlirəm. Tamam. Hə. Ağlına bir şey gəldi? Add task kimi düşəcəm aşağı, delete task yazacağam. Aha. Sonra task'ı çağıracağam, setlərin içində gələcəm, state eləyəcəm. Aha. Prosta Aha. indi Gəl belə eləyək də, bax, biz array ilə işləyirik də hal-hazırda, düzdürmü? bəli. Və mən array-in içindən nəyisə təmizləmək istəyirəm. Bir datanı təmizləmək istəyirəm. Mən bu datanı təmizləmək üçün array-in hansı metodundan istifadə eləməliyəm ki, Splice. mən bunu tapım, buradan çıxardım. Splice hansısa mövqeydənsə, hansısa mövqeyə kimi bunu şey eləyir. Yəni 1-dən 3-ə kimi deyək ki, onu Hə. götürüb təmizləyəcək. Başqa hansı metodlar var? Sən hansı ağlına gəlir? Silməyə sondan silməyə var, əvvəldən silməyə var. Bunlar da bilirəm aid deyil ona. Bəli, onlar shift unshiftdir. Bəli, pop var, o da aid deyil. Pop qabağa əlavə eləməkdir. Push əlavə edir, pop silir. Push əlavə eləyir arxaya, shift əlavə edir qabağa. Hə də boş, o Onlar deyil, hə, o, biləm. bəli. Task. Aha. İçində fırlanacam, hansının buttonuna klik eləyirəmsə, sırf onun gəlib parentını silməlidir də, belə deyim. Parentin məlanı hələ ki qoyuruq. Deyək ki, mənim bir dənə taskım var. Task olsun lan. Okey. Mən gedib deyəcəm ki, task.
get mənim həmin bu taskımı tap ki lan. Onu sən demişkən set elə. State və mən onu sən ən əsas şey tasksın içindən get state tasks filter və filter məndə bir callback qəbul edir də. Callback də nədir? Mən funksiya ötürürəm də. Əgər tasks bərabər deyirsə, həmən mən buradan götürdüyüm taska onu orada sadəcə təmizlə. Bu kadar basit. Bu kadar basit. Bir sətrin içində mən bunu yazdım. Counter buradan götürürəm, to do. Və gəlirəm indi deyirəm ki delete task. Delete task. Okey. Və mən burada handle delete task'ı yaradıram. Sadəcə bura task'ı ötürürəm və onu buradan silirəm. İndi linin içində mən bir dənə button'ım olacaq. Bir dənə button'ım olacaq da. Handle delete task nəyə görə? Çünki mən bu task'ı buradan buna götürüb bunu ötürəcəm. Bu task'ın burada bunu ötürəcəm. Və delete'in əvəzinə gəl bir dənə bura şey qoyaq. Trash icon qoyum. Lucid React-dan. Size verəm ona bir balaca. Onu da buna verəm. Məcburi gəl bura düşüb. Hətta heç button da lazım deyil mənə. Bu trash icona deyəcəm ki trash icon on click belə elə gəlin. Bax belə. Tak, bura nəsə əlavə elədim. Mənim trash iconum burada sadəcə olaraq liyə class name verəcəm. Burada deyəcəm ki task item item'dəki bura gəlib deyəcəm ki task item justify specific nə bilim nə. Bunu klikləyəndə pozulur. Evet. Deməli, mən bura əlavə eləyəcəm bir də ki nəyi? Trash iconu əlavə elədik. Bura yazacağım ki Edit. Onu özüm işləyərəm. Bəli, bura yazacağım indi nəyi? Bura yazacağım ki div. Və divin içində məndə olacaq item actions. Bəli. Burada da olacaq check icon. Check icon yox. Check iconu biz qabağa qoyacağıq. İndi onu birazdan hələ ki daha işləyəcəyik. Check icon yox. Neydi bu? Edit. Edit neydi məndə? Edit icon. Edit icon. Var mı edit icon? Tak, actions'a deyirəm ki burada bunların sayısı çoxdur. 16 buna kifayət. Belə sərqəli olsun. Bəzi 18 buna superdir. Məncə. Bəli. Tak, tasks. Burada deyirəm display flex, align item center, nə bilim nə. Əla. Edit'i artıq sən özün yazacaqsan. Okey. Edit'i sən özün yazacaqsan. Linin text contenti bərabər olacaq, bir dənə input value düzdür. Boş Bəli. Hə. Bəli. Və edit eləyəndə Artıq edit elə burada iconu bunun olacaq, özündə. icon. Tamam, okey. Bu məntiqini mən buraxıram sənə. Bu məntiqini inşallah sən qurarsan. Tamam. Tak, sonra bizdə burada nə qalır?
Sonra bizdə burada nə qalır? Task var, bu var, item actions var, delete var, checkbox qalacaq. Checkbox olanda bu mətni şey olsun. No, on sonra hələ ki yox. Sonra demək növbəti dərsdə. İstəsən yəni ki, onu da edə bilərsən. Checkboxun üstünə klikləyəndə üstündən xətt geçsin. Tak və bu input mənim xoşuma gəlmiş. Bu input mənim xoşuma gəlmir. Bunun əvəzinə, bax bunun əvəzinə burada yazıram. Buraya yazıram ki, tak, Zuston Storage React Hook formülə yazmaq. Bəli. İstifadə edəcəyik. Burada React Hook Form. Okey. Hətta belə sənə default values da verək. Belə. Use form. Use form üçün sən burada validasiya falan da yazacaqsan. Və use formla yazmaq üçün sən artıq bunu nə etməlisən? Formun içinə wrap eləməlisən. Bu artıq up for you. Yəni sənin üzərində. Tak və əslində все. Burada nəysə bunu hər bir comment atıram. Bunu bura. Comment atıram. Bunu da yox, bunu da gətirərsən. Tak, bunu yükləyək biz. Bunu biz yükləyək bura. Və handle a task. Vəbşi ümumiyyətcə mən local storage-da nəyisə nətər saxlayırdım. Yadındadır Rüfət, yoxsa yox? Storage.set item json.string file-la gəlib saxlayırdı. Okey. İndi mən deyirəm ki, local storage deyək, set item tasks, json stringify tasks. Okey. Və artıq bu tasklar gedib orada qalacaq. Buradan da eləyə bilərəm mən bunu. 100 tasklar buradan da mən eləyə bilərəm. Buradan da mən eləyə bilərəm. Add task klikləyəndə həm bunu eləyim və həm də ki burada deyə bilərəm ki mən local storage set item burada da gedib saxlaya bilərəm mən bunu əslində. Yəni ki bunun əvəzinə state tasks hamısını sala bilərəm ora. Tak. State, bax bunu buradan yığışdırıram. Task'ı buradan götürürəm. Yox, buradan belə yaxşı deyil eləməyə. Mənim ayrıca bir setterim olmalıdır ki, hansı ki onu ora əlavə eləsin də. Taskları. Əslində mən bunu burada belə eləyə bilərəm. Taskları mən götürüb bura sala bilərəm və artıq sadəcə bu reload olunanda burada görsənməyəcək hələ ki, çünki gəlib tasklar orada düşməyiblər. Amma burada inspect eləsəm, tak, buradan Applications deyildim. bəli. Bəli, tamamilə doğrudur. Tak, burada əgər mən application-a baxsam və local storage-a baxsam, tasklar məndə burada var. Hər dəfə mən əlavə edəndə əvvəlki task bura gələcək. Tak, və bunu tam olaraq fixləmək üçün də mən nə edəcəm? Tak, mən nə edəcəm? Tak, bunu buradan belə düzəltmək üçün
Bunu burada mən eləmək üçün belə. Tak. Mən əslində belə eləyə bilərəm də burada. Mən buna deyə bilərəm ki, bundan əvvəl mən burada taskım var. Set state from first məkan. Tasks düzdürmü? Bu burada qurtarır. Bu burada başlayır, burada qurtarır. Sonra deyirəm ki, mən buna local storage set item deyək ki to do list və JSON stringify və orada misal üçün tasksları. Bu burada mənə konflikt verəcək də. Burada mənə konflikt verəcək. Prosta çox yükləmək istəmirəm. Yaxşı, gəl onda şeylə eləyək. Düz əməlli eləyək. Əgər düz əməlli eləmək istəyiriksə, ümumiyyətlə bizim burada persistimiz var. Bax, belə bir metod var, persist. Və mən bunu persistlə bu formada eləyə bilərəm. Yox, belə yox, belə. Persist task və vəsə. Bunu set edirəm persist task yox. Nətər idi bu burada? Persist taskla. Deməli, todos tak, persist set burada belə deyəcəm ki buna persistin içinə bunları şey edirəm, wrap edirəm. Yadıma düz gələcəksə də, конечно же. Persist özdə bir setdir, qəbul edir. Set. Bu Ruzustandın, belə deyək də, əlavə featurelərdir. Tak, indi taskları atıram bunun içinə. Persist. Bu ancaq TypeScript-də istifadə oluna bilər. Yox, bu JavaScript-də də istifadə oluna bilər axı. Tak, bir dənə bunu use in JS persist to save photos in local storage. Persist lokala vurmaq üçün istifadə olunur, daha qısa variantdır. Hə. Set tasks. Hamısı eyni şeydir. Mən prosta bunun içində name birinci salmaq lazımdır. Sonra hər şey düzdür. To do task. Hamısı eynidir. Mən düz yazdırdım hər şey. Prosta bunun birinci parametr vermək lazımdır. Yəni adı nə olacaq? Bu formada da eləyə bilərsiniz. Bu ən rahat, ən şey formasıdır. Və yaxud da burada add taskın içində yaza bilərsən ki, nə? Və yaxud da belə istəmirsənsə yazmağa, okey. Command C, deyək ki, bunu hərəkatlaram bura və Command V. Tak, seti belə götürürəm, bunu da buradan belə götürürəm. Bu qalır bizdə eyni qaydada. Bunu da buradan yığışdırıram. Add task lan fəs məkanında necə var idi elə. Tak, necə var idi elə.
və burada sən nə yazırsan da onda sən bir dənə ayrıca bu ət tudunun içində, ət taskın içində bir dənə set state filan fəs məkan. Bunun içində set state'in içində set state'in içində deməli set state'in içində set bir dənə funksiya yazırsan, bax belə. Set state. Set state. Tak, bunun içində bir dənə ayrıca funksiya yazırsan. Buna deyirsən ki, const new tasks. Bəli, götürürsən bunu bu formada. Local storage bunları salırsan, new taskları sonra qaytarırsan. State new start da task new task da bəli, ya da ki belə eləyirsən. İkisindən biri. İkisindən biri. Hər ikisi də işləyəcək artıq. Bunu bura əlavə eləsəm, nerede load atım buna. Bunu da bir dənə təmizləyək. Tak. Bu belə tasks gəldi, tasks gəldi, tasks gəldi. Ya belə eləyirsən, ya da ki belə eləyirsən. Yəni hər ikisi işlək kodlardır. Ya belə, ya da ki bax bu formada. Hər ikisi də işləyəcək. Yenə də buna clear eləyirəm. Reload eləyirəm. Nəsə yazıram. Bu da gəldi. Hətta state ilə falanla gəldi. Bu da belə, bu da belə. Hər ikisi işlək state'dir, tasklar da bunlardır. Hər ikisi işlək bir kodlardır. Hər ikisindən də istifadə edə bilərsən. Bunu da comment atıram. Update, use update, use persist for set tasks in local storage. Comment atdıq buna da. Deməli, add-la delete biz elədik, sən üzərində qalır update eləmək və vaxtın olacaqda, vaxtın olsa bura checkbox əlavə elə. Checkboxu klikləyəndə bu, yəni ki, disabled olsun və düşsün aşağı, lap aşağı. Və bir dənə də əlavə imkan olsa, indi UI üçün bu lazımdır. Bunların dragını eləmək, yəni ki, bunu götürüb yuxarı çəkməyə ya da bunu götürüb aşağı çəkməyə. Bunun üçün də sən sadəcə array'də indeksləri var. Bu array'də bizdə şeylər var da, nədir adı? Bu array'də bizdə, sorry, bunların hərəsinin öz indeksinin var da 0, 1, 2. Sən bunu buradan çəkəndə, bura gətirəndə bunun indeksini dəyişirsən. Əgər mümkün olsa bir dənə də bax bura sən hansı şeyləri yazacaqsan da belə deyək də delete task ucu var. Tak, persist var. Sən yazacaqsan burada update task. Update task. Mən bunu boş bırakıram bax bu formada. Update task. Sonra sən yazacaqsan drag task, task new index. Hətta qoy qalsın bunlar sənin üçün burada şey. Task new tasklar bu da qalsın sənin üçün burada köməkçi olaraq. Yəni ki, hələ ki bunları çalış yazasan, bunları yazsan zaten işin elə bir ki 30-40%-ni həll eləmiş olmuşsan. Və bunlar da hamısını local storage-da saxla, hələ ki local storage-da. Nəyə görə local storage saxlamağı istəyirəm ki, sabah sən bunları rahat formada serverdə, backend-də ötürüb qəbul edə biləsən. Aydın. Burada persistin onun içində yazıldı hamısı. Nə yazsam lokala gedəcəkdi onun üstə, hə? Bəli. Aydın. Əgər sualların yoxdursa, bunları bu günləri çalış ki,
Yəni ki, növbəti dərsimiz ikinci gün falan olacaqdı inşallah. Tamam. Həmin ərəfədə çalış ki, sən də bunları mənimsəyəsən. Nə sualların olsa da yenə müraciət eləyərsən. Yaxşı? Yaxşı mən. Bir də məndə şeydir, 1-2 günə ödənişi alacağam, yəni sizə yazacağam kartdarsız zəhmət olmasa atarım onu. Problem yoxdur. Yaxşı. Yaxşı. Oldu. Sağ ol. Sağ Sağ ol. olun, görüşürüz.